2024-cü il Mercedes-Benz GLS 300 avtomobil deməli 2 motordur. Qaba bufer təmirə yararlıdır. Bir dənə abirsopka lazımdır. Bir dənə kapotda burada belə bir zədəsi var, təmir olunacaq. Deməli 2024-dür Mercedes-Benz GLS 300 4 matikdir, 2 motordur. 13.900 yol gedib, 58.500 dirhəmlə aksiyonda satışdadır. 16.000 dollarla. Deməli pavorotnikli güzgüdür. Açarsız girişdir, belə bir disk təkərdir. Maşın 4 çəkən GLS 300 demək. Koja salondur, sidəndir, elektron sideniyadır. Deməli, rulun, dizin stoykan airbağı atıb. Böyük monitor elektron pribordur. Qara tavan, VIN kimə maraqlı olsa VIN nömrəsi ilə də yoxlaya bilərsiniz. Bu günləri aksiyonda satışdadır. Kimə maraqlı olsa buyursun yazsın.